Salam, hər vaxtınız xeyir. Bu gün sizə TikTok, Instagram və YouTube-da abunə, takipçi sayını artırmağı deyəcəm. Onun üçün deməli yorumlarda qoyacağam bunun linkini, saytın linkini. Və buradan özünüzə daxil olub takipçi.az saytına daxil olub oradan qeydiyyatdan keçdikdən sonra sifariş eləyə bilərsiniz. Qeydiyyat prosesi çox asandır. Yəni ad yazırsan, soyad, Gmail falan yazırsan, yəni keçirsən. O çox asandır o proses. Bilməyənlər olsa kommentdə yazar, oradan izah eləyərəm. Və keçdikdən sonra ilk öncə balansı artırsınız. Bax burada gördüyünüz pul qab işarəsi var. Bunu artırdıqdan sonra mən artırmışdım, sifariş etmişəm, qalan bu qaf 7 qəpik olub. Artırdıqdan sonra bax artırmaq necə olur? Deməli gəlirsiniz burada. Burada fərqli kartlar var, görürsünüz. Rabitə bank var, Leo bank, Kapital bank. Bunun hər hansı birini seçirsiniz. Karta ödəniş etdikdən sonra ödənişi təsdiq et var. Baxın burada. Ödənişi təsdiq etə vurdunuz. Bizi bura skan eləyirsiniz. Burada faylı. Və ödədiyiniz məbləği buraya yazırsınız. Çox asandır. Və göndərirsiniz. 3-4 dəqiqə, 5 dəqiqə əsas hesabınızda görükəni. Sonra gəldiniz buraya yeni sifarişlər. Burada yeni sifarişlər kateqoriyanı seçirsiniz. Əsasən TikTok takipçi istəyirsən, bəyəni istəyirsən. Əgər takipçi istəyirsənsə TikTokun belə deyək adını qoyursan. Əgər bəyəni istəyirsənsə, hansısa bir video bəyəni istəyirsənsə, videonun linkini kopyalayırsan, burada bəyəni seçirsən və burada seçdiyinə görə, baxın, burada deyək TikTok takipçi, burada var. Sonra real takipçi, nə bilim, bot takipçilər, qiymətləri də var. Sonra bura həmin linki kopyalayırsınız, üçüncüdə miqdarı da buraya yazarsınız və burada sifariş verin var. Sifariş verdiniz və salam. Anında yerinə yetirirlər. Belə videonun davamı gəlmək üçün məni izləməyi, bəyənməyi və fikirlərinizi yazmağı unutmayın. Sağ olun, hələlik.